canlarını qurban vermiş şəhidlərimizə rəhmət eləsin. Allah sizlərə, analara, atalara səbir versin. Biz bu qəhrəman oğullarımız sayəsində və belə gözəl bir vətəndə yaşayırıq. Və bundan da gözəl çiçəklənəcək. Biz müəllimlərin əsas borcumuz ondan ibarətdir ki, gələcək nəslə biz həmişə qəhrəmanlarımız haqqında danışaq, həmişə yaşadaq və bu bizim əsas borcumuzdur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah vətənimizi qorusun, prezidentimizi. Çok sağ olun. Vətən yan deyəndə alışırıq. Vətən can deyəndə barışırıq. Bir vətəndaş kimi biz özümüzdən vətən üçün nə etdik biz? Ne dersen? Vətəni bütövləşdirən qalib ordumuz, tökülən hər damla qanın alındı. 44 günlük döyüşündəsən, zəfər çaldın Azərbaycanım. Varsa bu vətənin bu cür əsgəri, bilin ki, dağılmaz onun səngəri. Vətənə can deyək, fəda olsun sənə can, qoy yaşasın hər yerdə, hər zaman Azərbaycan. Azerbaycan. Çok sağ olun.